Qəbula düşmüş belə bir sualın izahına baxaq. Burada deməli biz belə tipdə olan sualları, yəni ümumi şəkildə yazaq. A sinus x üstəgəl çıx b kosinus x bərabərdir 0 tipində olan suallarda nə edirik? Hər bir ifadəni kökün altında yazaq. A-nın kvadratı üstəgəl b-nin kvadratı. Hər bir ifadəni bunun tərsinə vururuq. Yəni bizdə də burada əmsallarımız nədir? 1, 1. Yəni olacaq 1-in kvadratı üstəgəl 1-in kvadratı. Bu da olacaq kökün altında 2. Deməli biz hər bir ifadəni bu ifadənin tərsinə vurmalıyıq. Bunun da tərsi nədir? 1 bölünsün kökün altında 2. Gəlin vuraq. 1 bölünsün kökdə 2 sinus x çıxılsın. 1 bölünsün kökdə 2 kosinus x bərabərdir 0. Bu da sinus alfa çıxılsın beta düsturudur. Yazacağıq sinus x çıxılsın. 1 bölünsün kökün altında 2'nin də deməli sinus harda alır? 45 dərəcədə. Yazaq 45 dərəcə. Bunun bərabərdir 0. Bu 45 dərəcənin yerinə biz pi bölünsün 4 də yaza bilərdik. X çıxılsın pi bölünsün 4 bərabərdir. Sinus 0'ı nədə alır? Pi k'da. Buradan da x bərabərdir pi bölünsün 4 üstəgəl pi k çıxır cavabımız.